Hı, başla. Başla. Kəlbəcər rayonundan ora elə bir el idi ki, Kəlbəcər rayonunda böyük sənətkarlar var idi. Böyük yaşlılar vardı, böyük şairlər var idi. Kəlbəcər rayonu, başqa rayonlar nə əkib, nə becər biçəndə, Kəlbəcər rayonu da ancaq elə bir ki, şair yetişdirirdi, aşıq yetişdirirdi. Ağır el idi Kəlbəcər eli. Kəlbəcərin isti suyunda Kəlbəcərin şairləri, aşıqları yığışıblar. Kəlbəcərin isti suda Muğanı pavilyona yığışıblar. Məclisin ağsaqqalı Qazaq rayonunu, Akştapay rayonu Köçəskər kəndindən Mail Kərimovdur, prokuror. 56 nəfərdir. Neçə vəzifəlilər var, Göyçədən var. Onda Uçarda prokuror işləyirdi. Uçarın, onunla Gədəbəyin vəzifəliləri buradadır. Burada Dəmirçi Abbas, Şücayət, Bəhmən, Qəmkeş Allah verdi. Şücayətin insan şeiri müzakirəyə verdilər. O dedi, niyə cavab yoxdur, bu dedi, niyə cavab yoxdur. Məni sınamaq üçün dedilər, bəlkə Abbas dərgərdə bu şeirə cavab vermək qabiliyyəti olarmı? Mənim Şücayətin insan şeirinə cavab verdim. Nə şeytandan qorxma, nə də ki, cinlə, nə insan özünü insandan gözlə. Vurub kör eyləyər, nə qafil səni, ey insan, gözünü insandan gözlə. Şirin dilə tutar, ağlını alar, ilandan da betor o səni çalar. Gözlərini bağlayıb quyuya salar, ey insan, izini insandan gözlə. Özünü lallığa, karlığa qoyar, nə desən hamısını bir bəbir duyar. Ay zərgər, sizini aləmə yayır, ey insan, sözünü insandan gözlə. Bəhmən müəllimi Kərəmi şeirini ortalığa atdılar ki, buna kim cavab verəcək? Bəhmən müəllim Dəmirçi Abbasdan cavab istədi. Mənim onda gəç yaşım idi. Dedim, Bəhmən müəllim, o Dəmirçi Abbas, mən Zərgər Abbas. Ağsaqqal əziyyət vermə, mən cavab verərəm. Gərək deməyəydim, hamı nəzər yetirdim hə. Əvvəlcə tutuldum, sonra mənim şeirim Bəhmən müəllimə cavab beri oldu ki, Bəhmən müəllim, məni xabdan oyatdın, keçmişimi yada saldı Kərəmi. Nəkəm Kərəm durdu gözüm önündə, ürəyimi o da saldı Kərəmi. Yandı əsli Kərəm necə oldu Lələ Ziyad xanın